Niyə namazı formal olaraq qılırlar və ondan bəzən həzz alamırlar? Çünki iki variant var İslam dediyiniz anlayışa girməyin. Birinci variant, birbaşa sənə bunu verirlər, Allah bunu elə Allaha çatacaqsın. Namazı qıl, Allaha. Ritual kimi. Hə. İkinci variant, əvvəl ali şəxsi tanıyırsan, sonra kimlə ünsiyyətdə olduğu biləndən sonra sən o salat dediyi, namaz deyil, salatdır. O meditasiya formatıdır. Aşdan qoyuqadan geri qalmır başa düşən üçün. Salat formatında hə, salam, əleykum salam eləyirsən, əziz dostunla, sevgilin görüşürsən. Bu olur hə. Ya bunu sənin həvəsin sönməz. Ona görə mən deyirəm, mən dindar deyiləm, amma salat hamımız üçün bir yoldur, bir yəni rabitə qurmaq. Meditasiyadır da bir sözlə. Əli müəllim, bugünkü gün belə deyim də, insanlarda ən çox müşahidə etdiyiniz psixoloji problemlər nədir? Baxın, kökünü mü deyim, yoxsa budaqlarını mı deyək, meyvəsini mi deyək? Kökünü deməyim, budaqları deyim. Meyvəsini, meyvəsini deyim. Elə meyvədən başlayır. Hə. Məsəl üçün, boşanma həddinə gələn ailələrin çoxluğu, yəni ailə daxili konfliktlər, yeniyetmələr, nəsillər arası konfliktlər, bunlar daha çox görürük. Sonra cinsi meyil pozuntuları və onlara münasibətin problemlərini görürük. Cinsi nə? Cinsi meyil pozuntusu deyildik Sovet dövründə. Cinsi azlıqlar deyirlər indi. Cinsi özünü məsələn homoseksual hiss edən bir kəs bununla bağlı problem yaşayır. Psixi gərginlik yaşayır. Bunları çox görürük obsessiya formasında. Siz kömək göstərirsiniz. Sonra da gəldik budağa. Köməkli göstərir, o kəs kömək istəyir həqiqətən. Gəldik budağa. Adam var kömək istəmir, təsdiq eləmək istəyir. Gəlik budaq. Budaq nə? Təşviş. İki dənə budaq var gördüyümüz. Təşviş və depressiya. Təşviş və depressiya. Təşvişin də özünün kiçik budaqları var. Fobiyalar, qorxular, müxtəlif qorxular dəhşət çoxdur. Sonra panik atak tutmalarla keçən panik pozuntu. Generalizə olmuş təşviş pozuntusu çox görürük, ən çox gördüyüm. Depressiyada nədir? Məyusluq. Məyusluq çox görürük. Naşükürlük və məyusluq. Yəni frustrasiya elmi dildə. Mənim iddialarım, imkanlarıma uyğun gəlmir. Çünki Amerikan kitabını, bunu oxuyuram və deyirəm ki, mən düşünəcəm, realizasiya, vizualizasiya və s. eləyəcəm və nəsə tutub gələcək Range Rover'da oturacam genel. Nə qədər bunu düşünəcəm, o qədər oturacam. Bu iddialarla onun imkanları üst-üstə düşmür. Oturduğu ölkənin yanaşması üst-üstə düşmür və s. və ilaxır və düşür nəyə? Frustrasiya quyusuna. Ümumiyyətlə, məyusluq da gəlir kökə. Daha doğrusu hələ gövdəyə gələk. Bu işin gövdəsi nədir? Budaqların gövdəsi. Gəldikdə meyvədən gəlir gövdə. Gövdə nədir? Hələ kökə çatmamış. Gövdə odur ki, mən bədənəm. Bütün problemlərin kökü budur. Mən buyam. Bu dünyada gerçəkdir. Virtual olan bir şey gerçək deyirik. Bu gövdədir. Kök nədir? Kök də odur ki, bu deməli biliksizlik, cəhalət, özünü tanımamaq. Gəlir özünü tanımamaq məsələsidir. Yəni özünü tanımaq biraz yarı zarafat çıxır, deyir. Özünü tanımaq başqa bir mənada işlənir, amma məntiqli, ruhi cəhətdən özünü tanımaqdan gedir məsələ. Özünü bədən olaraq bilməmək, dəqiq. Bunu dəqiq bilmək, filan Oşo dedi, bildim, yox. Məsələn, filan quru dedi, bildim, yox. Bilik, bu nədir? 2+2 neçədir, desək? 5. Zaten bunu xanımlara sual vermirəm, görürsünüz belə cavablar verir. Xanımların məntiqini belədir. Məsələn, menstruasiyadan əvvəl 2+2 3.8 də eləyə bilər, məsələn. Menstruasiyadan sonra ovulyasiya vaxtı 4 yox, 5 də eləyə bilər, məsələn. Amma kişilərdə konkret 2+2 neçədir? İncimin, yəni zarafat edirəm, kişi qadın bölmürəm, amma düşüncə tərzində müəyyən fərqlərimiz var. 2+2 neçə eləyir? 4. Reallıqda. Onu sən dəqiq bilsən ya inanırsan? Dəqiq. Niyə? Çünki bunu işlədirsən. Yəni, dəqiq bilmək məntiqlə olur. Məntiqlə bizə öyrədirik mental yoga təlimlərində ki, məntiqlə dəqiq başa düşürsən ki, sən bu bədən deyilsən. Onun da özünün elmi fəlsəfi əsası var. Biraz mürəkkəb çıxmasın elmi fəlsəfi. Şınıq kəndindən filan çoban, filan kəs müəllimə də izah eləmək olar bunu. Filan deputata da və onun köməkçisinə də bunu izah eləmək olar. Alimə də, cahilə də. Çox sadə dildə. Amma məntiq elmi fəlsəfi məntiq. Bu ailə pozuntuları dediniz, ailədə boşanmalar. Boşanmalara meyil, boşanmalar. Biz niyə boşalıb? Çoxalıb, əlbəttə çoxalıb. Niyə çoxalır? Çünki Pandora qutusunu açmısınız da. Bu YouTube kanallarımız, TikToklarımız pis deyil, mən bunun tərəfindəyim. Yəni səbəb odur. Pandoranın yeşiyi biz nədir? Sirlərin və pisliklərin saxlandığı bir qutu var, Pandora. Sasut, qab. Pandora adlı Yunan ilahəsi açdı, onu buraxdı. Daha geri yığanmadı. O qədər Sovet dönəmində sıxıb boğub saxlamış ki, psixologiyanı partlayıb indi. Məsələn, 15 yaşında qızı verirlər ələ, filan kənddə, filan regionda. Gəldi çatdı 25 yaşında 3 uşaq anası, 4 uşaq anasıdır. Birdən TikTok çıxdı qabağına. Oradan bir cavan oğlan ona can, aşkım falan dedi. Bu da türkçə ilan baxıb evdə axı. Bir də uşaqlara bitər baxıb orasını yuyub.
Can Aşkın dedi 5 dənə uşağı, 3 dənə uşağı buraxdı, qaçdı Bakıya. Çünki bu adam sevgi anlayışının üzərindən gəlmir. Bax, inanclarla, məsələn, hər bir qız deyir ki, mən fata taxacam, evlənəcəm. Soruşmaq, niyə ailə qurursan? Niyə ailə qurursan sualına çox adam cavab verəmir. Ailə ümumiyyətlə sənə lazımdır mı sualına cavab verəmir. Ailənin sevgi doğmalıq ocağı kimi görə bilmir. Ailə qurmalıyam, evlənməliyəm və salam. Qardaş, niyə? Bəlkə evlənməməlisən. Halsız durursan. Məntiq dedimi bayaq köstəgəl ki, 4. Bax, o cür. Ailə niyə lazımdır? Bəli. Ailə... Yəni, dediniz ki, bilmirlər də. Bəli, mənim baxışım ailə Allaha gedən yol üçün lazımdır. Boşanmaq lazımdırsa, görsən bu yolda gedəmirsən, boşanmalısan da. Boşanmaq da mədəniyyətlə olmalıdır. Təəssüf, biz də bunu çox bacarmırıq. Ailə qurmaq və boşanmaq mədəniyyəti olmalıdır bizim millətdə, cəmaatda, toplumda var müəyyən qədər. Ailə qurmaq mədəniyyətimiz gözəldir, toy mədəniyyətimiz, müəllimlərimiz oxuyacaq, hər şey. Amma boşanma mədəniyyəti yoxdur. Normalda insan neçə yaşında ailə qurmalıdır? Bax, görürsünüz, sual nə deməkdir? Mütləq evlənməlisən, sualın bir hissəsidir. Normalda insan ailə qurmalıdırmı? Ayrıca bir müzakirədir. Əgər qurmalısa da, emosional intellekt əldə edəndən sonra qurmalıdır. Gedəcək söhbətə çıxacaq. Bütün klinik psixologiyanı burada tökmək istəmirəm hər şey, amma emosional zəka, bunu bilməliyik. Bax, emosional zəka olmayanda özün gedib narkotik quyusuna düşürsən. Nədir emosional zəka? Bir var zəka, 2+2=4. Bir də var emosional zəka, emosiyalarını tanımaq. 2+2=4 dərəcəsi bilmək ki, mən filan kəsdə niyə belə qıcıqlandım? Ya filan kəs mənə niyə belə şirin gəlir? Və yaxud mən niyə qəm yeyirəm, mən niyə hisslənmişəm? Bu dəqiqə durduğum yerdə hissləndim. Niyə? Məsəl üçün. Bunları bilirsənsə, hardan gəlir? Filan vaxt atam mənə filan söz demişdi, atama qarşı içimdə qəzəb qalıb, ona görə mən getdim, boks çempion oldum. Bunları bilmək yaxşı şeydir. Biləndə olur emosional intellektin birinci səviyyəsi. İkinci səviyyə, bunları idarə etmək. Hissləri oynamaq qabiliyyəti. Yaşamaq yox ha. Negativi yaşamırsan, pozitivi yaşayırsan, negativi oynayırsan. Bu olur ikinci səviyyə. Üçüncü səviyyə, sənin hisslərini tanımalıyam, müsahibimin. Üçüncü səviyyədir. Dördüncü səviyyə, sənin hisslərini idarə etməliyəm. Bu olur emosional intellekt tam səviyyə, 4 leveldən keçən emosional intellekt. Emosional intellektin yoxdursa, heç olmasa birinci səviyyədə, heç olmasa birinci səviyyədə, sən evlənməməlisən. Çünki atadan aldığın travmanı qız uşağı gedəcək, yoldaşının başında çatdıracaq. Özün xəbər olmayacaq ha, bir də baxın qırğın get başladı. Bəhanə pul oldu, cinsi əlaqə oldu, amma yox, bəhanə olsa da, həmin qızı atası tərk edib gedib. Boşanmaq, uşaqları boşanmaq demək deyil axı, amma uşaqları da boşayıb. Və bu insanın, qız uşağının ürəyində qalıb ki, kişi xeylağı getməlidir. Bu, sən niyə getmirsən? Şuuraltı belə işləyir. Başlayır oğlanı tələməyə, dava çıxartmağa. Qızım, axı, mən sənin ağa neynəmişəm, sən bilirsən. Ha qulluğunda durursan, ha nə bilim, amma qızda travma var, atası bunu tərk edib gedib. Qız da bunu anlamır özlüyündə. Anlasa, həm qız, həm oğlan bir-birini başa düşsə, deyər, can, bilirəm, atan gedib, amma mən sən atan deyiləm. Kobud, sadə formada deyirəm, ha. Bax, budur, emosional intellekt olmasa, evlilik doğru deyil. Bu da çətin mövzudur biraz. Çox çətin. Vaxtımız çox gözəl gedir, sürətli gedir. Sözün doza, sözün doza, sözün doza. Müəllim, dəvətimizi qəbul elədiyinizə görə, vaxtınızı ayırdığınıza görə minnətdaram, təşəkkür edirəm. Mən minnətdaram və həqiqətən desəm ki, nə vaxtsa könlümdən keçib, bilmirəm, inanarsın yox, könlümdən keçib baxanda izləyəndə ki, nə vaxtsa bəlkə mən də burada oturub söhbət edəm. Çox maraqlı yanaşmalarınız var. Sizin sahə ilə, belə deyək, bu narkomaniya, zərərli vərdişlər, asıllıq bizim sahə üst-üstə düşür. Demək olar ki, siz də əziyyət çəkirsiniz, siz də xidmət edirsiniz bu bəlada olan insanların qurtulmasında, eləmi? Biz hamımız düzgün həzz axtarırıq, doğru həzz. Doğru həzzi tapmayanda insanın başına bəla olur. Yəni, müasir psixoterapiyada məktəblərin biri Frankl məktəbidir, logoterapiya. Həyatın mənasını tapmaq. Həyatın mənası da həmişə həzz almaq qabiliyyətini saxlamaq imkanıdır. Həmişə həzz almaq qabiliyyətini saxlamaq imkanı. Bunun üçün ruhun da, bədən də sağlam olmalıdır. Və doğru həzzi tapmayanda, bəli, yeniyetmənin biri evdə doğmalıq və sevgi tapmayanda düşür o yanlış ilk baxışda həzz olub əzab quyusuna. Sizin də işiniz bir tərəfdən odur, mən də deyirəm ki, işimin bir hissəsi asıllıqlarla işləməkdir, bəli. Amma psixiatrlarla birgə. Mən həm tibbi təhsilim var, həm klinik psixologiya. Amma məşğul oluram psixoterapiya ilə. Ona görə psixoterapevt
Psixoterapiya. Dəqiq də ola bilər. Bir də bizim daimi qonağımız, dostumuz, qonaq deyil, ev yiyəsi. Anar müəllim, izləyicilərə bildirim ki, Anar müəllim uzun illər narkomaniyadan əziyyət çəkib. Hal-hazırda 20 il əziyyət çəkib. Əminə xanım 20 il narkotikin qurbanı olub. Bugünkü gün isə 4 ildir ki, 4 ildən çoxdur. Sağlam həyatdadır, sağalıb və reabilitasiya rəhbəridir. Ay, nə gözəl. Həm qadınlar üçün, həm də kişilər üçün. Həm də bizim studiyanın, belə deyim, sponsorudur. Bizim sponsorumuzdur, maddi dəstək kömək eləyir maddi tərəfdən bizə ki, studiyanın arendası, kameralar falan sağ olsun. Anar qardaşımız, təşəkkürlər var. Mən də qonaqlarımızı salamlayıram, minnətdarlıq bildirirəm. Bizim də elə sahədə elədir ki, əsasən biz əsasən psixiatrlarla işləyirik, nevroloqlarla. Narkotikin törətdiyi fəsadlar var insanda, şizofreniya, biopolar pozuntular əmələ gəlir və biz də gedirik. Yəni elə olur ki, yəni narkotikin fəsadından insanda başlayır şəxsiyyət ikiləşməyə, aqressivləşir. Onda biz də yəni müraciət edirik, ikili müalicə gedir. Həm dərmanlar yazılır, həm də ki belə yəni özümüzdə kömək edirik proqram üzrə. Biz hal-hazırda Sağlam Addım Reabilitasiya Mərkəzindəyik. Onu da qeyd edeyim ki, Sağlam Addım Reabilitasiya Mərkəzi artıq 3 ildən çoxdur fəaliyyət göstərir və yüzlərlə, minlərlə nəticələri var. Bizdə tək narkomaniya yox, həm qumar, həm də ki alkoqolizmdən əziyyət çəkən xanımlara da köməklik göstəririk. Mən 13 il narkoman olmuşam. Sağlam Addım Reabilitasiya Mərkəzində sağalmışam. 2 il Sağlam Addım Reabilitasiya Mərkəzində sağalmışam. Artıq 1 ildir burada proqram rəhbəri olaraq çalışıram. Demək istəyirəm ki, sağalma mümkündür, yetər ki, sən istə. Valideynlər bizə müraciət edə bilər, konsultasiya pulsuzdur. Bizim növbəti qonağımız isə stomatoloq Əminə xanım. Stomatoloqa bax. Bəlkə. Bizim növbəti qonağımız isə gənclərin sevimlisi, belə deyim, mahnılarına milyonlarla insanlar baxır, dinləyir, qulaq asır. Təşəkkürlər. Əminə xanım, Əminə yox, Amina. Elə də olar, belə də olar. Amma Amina kimi istəyirsiniz ki, sizi Əslində bu rusca Aminadır, Azərbaycanca Əminədir, türkcə Eminədir, ərəbcə Aminədir. Yəni baxın da YouTube-da amma bütün dilinizə necə yatır. mahnılarınızın adınız elə Amina gedir. Mən rus sektorunu bitirdiyim üçün uşaqlıqdan evdə də, bayırda da, məktəbdə də Amina deyə müraciət ediblər deyə. Yəni qulağım elə verişib ola bilər onun üçün. Amina xanım, çox sağ olun. Siz də bizim Mən təşəkkür edirəm. qardaşımız İlkinin dəvətini, bizim dəvətimizi Xoşdur mənə, çox sağ qəbul olun. elədiniz, gəldiniz, Mən minnətdarıq. təşəkkür edirəm, Həm mən də minnətdaram. Amina xanım bizim İlkin qardaşımızın dostudur, yaxın dostudur. Bəli. Uzun illərdir mən bildiyim qədər dostluq eləyirsiniz. Dostluq eləyirik, həm də bizi bir enerji, düşüncələrimiz üst-üstə düşdüyünə Sizin görə. qəribə enerji düşüncələriniz var. Bax, Mən İlkin- deməzdim qəribədir. Əslində düzgünü budur. Sadəcə ona qəribə yanaşanlar var. Amma biz onu öz oputumuzda da bunun düzgün olduğunun fərqinə varmışıq. Düzgün deyəndə ki, enerji mövzusunu ümumiyyətlə düzgün səhv deyə bir şey yoxdur. Hər şey hamımız enerjidən ibarətdir. Prosta onu düzgün yönləndirə bilməkdədir məsələ. Ki onu İlkin yaxşı bacarır. İlkinin bir-iki dənə hərəkətləri var. Hansı hərəkətlərdir? Məsəl üçün maşınla gedə-gedə birdən maşının qarşıda nömrə olur. Nömrə 888. 888. Hə, 881 tıp açır. Bunun mənası budur. Bizi bu gözləyir. Sizdə də o var. Olur, olur. Sizin nömrəniz neçədir? 888. 888. Yəni 888 yəni ki 8 rəqəmi. Bax, əlim bir Əslində bir dənə belə söz deyim, daha çox da beynin ona inandığı üçün bu bizim həqiqətimizə dönür. Yəni məsəl üçün mənim beynim inanır ki, mən hər hansısa bir söhbətin üzərinə 8 rəqəmini görsəm, bu məsələ mənim üçün təsdiqlənir və bu illərdir ki, mən öz oputumda görəcəm ki, həqiqətən bu məsələ öz təsdiqini tapır. Bəlkə də beynimin inandığı üçündür bu. Çünki biz öz reallığımızı özümüz yaradırıq düşüncələrimizlə. Əlim, bu mən də sınamışam doğrudan. Məsələn, bir iş dalından gedəndə sizə müraciət edirəm. Bu nə olan bir şeydir? Doğrudanmı var belə bir şey? Biz bir iş dalından gedirik, görürük ki, 2 dənə nömrə, eyni nömrə, məsəl üçün 777, 700 qarşımıza çıxır maşınla gedən, maşının nömrəsi. İlkin deyir ki, bizi bu işdə bu olacaq, belə bir olacaq və belə bir şey olacaq. Yazıb da o telefonda yazıb. Həqiqətən də günün sonunda, işin sonunda görürük ki,
o rəqəmin dediyi olaylar, hadisələr baş verdi. Bu varmı belə bir şey? Numerologiya elmidir. Ümumiyyətlə, biz dünyada iki cür yaşayırıq da. Biri inanclar üzərindən, biri də bilik üzərindən. Bilik elə bir gözəllikdir, inancları da izah edir. İndi psixologiya elmi üzərindən və ruhi bilik elmi üzərindən, məsələn, mental yoga təlimçisiyəm mən. Bu, sizin dediyiniz inanç sisteminə aiddir, bilik deyil bu. Bu, yəni ki, sənin mövqeyindir. Ruh enerji deyil, ruh enerjinin mənbəyidir. Enerji bədənimizdir, dediyimiz bədəndir. Və bütün gördüyün dünya hamısı titreşimdir də. Bu titreşimin də mahiyyətində sənin istəklərin, titreşimin formatı sənin istəyinə görə gerçəkləşir. Yəni, sən istəyirsən ki, 3 dənə 8 sənə xeyir versin, 3 dənə 8 sənə xeyir verəcək. Dedim axı beynimizin ona inandığı Yəni, bizim inanç sistemimiz aiddir. Bilik isə inancları da izah edir və var olan hər şeyi izah edir. Mən məsələn, bilik mövqeyindən çalışıram baxmağa. O demək deyil, mən hər şeyi bilməliyəm və bilirəm. Yox, sadəcə bilik mövqeyindən baxmağa mənim üçün daha rahat mövqedir. Bir mənalı dəqiq bilmək mənim mahiyyətimə uyğundur. Amma mən dəqiq başa düşürəm ki və izahat verə bilirəm ki, məsələn, 3 dəfə 7 də edə bilərsən, 3 dəfə 3 də edə bilərsən. Və yaxud da Yəhudi numerologiyasına görə cəmlənir. Maraqlı fakt deyim də, məsələn, 3 dənə 6 eləyir 18, 1 üstəgəl 8, 9. Sonra 3 dənə 7 eləyir 3, yəni 3 dəfə 7, 21, 2 üstəgəl 1, 3. 3, 6, 9 sistemi ilə gedir. 3 dənə 8 neçə eləyir? 24. 2 üstəgəl 4, 6. Nikol Tesla. 3 dəfə 9, 3, 6, 9 sistemi var. Yəni rəqəmləri şirəsini sıxırıq, axırda hara gəlir? 1-ə gəlib çıxır hər şey, 1-ə, bir rəqəmlə. Yəni hər şeyi birliyə doğru aparmaq, məsələn, mən daha faydalı görürəm. Məsələn, mənim üçün 3, 8 yoxdur, 6 var orada. Kimi çatdıra bildim mi? Məsələn, 135 yoxdur, 9 var. Yəni, həqiqət bir ildir, deyir Həzrət Əli, bir il həqiqət, biz onu böldük, çoxaltdıq. Ona görə bir həqiqət var, o bilik bazası üzərində olsa daha yaxşıdır. Kainatın sirrini çözüb də Nikol Tesla 3, 6, 9. Kainatın sirrini çözməkdən, bəli, ola bilsin quruluşu göstərib, Bəli. üçbucaqlar sistemini göstərib. Yəni, məsələn, bir stolun ayaqda durmaq üçün minimum 3 ayaq lazımdır. 4 ayaq artıqdır, israfdır. 2 dənə də dura bilməz, ya bu tərəfə, ya bu tərəfə yıxılır. 3 ölçülü sistem üçün 3 ayaq lazımdır. 3 ölçülü sistemdə olduğumuz üçün zamanı nəzərə almasaq. Kainatın 3 ayağı var. Sən bu taxtığım Trezubiston simvoludur. Yəni, 3 sistem üzərində gedir hər bir şey. Sıxıb gətir, axırda 3-ün də özü 3 dənə birdir. Tanrı, ata, oğul, müqəddəs ruh, məsələn, xristianlıqda var. Brahma, Shiva, Vishnu, hinduizmdə var. Onun da şirəsini sıxsaq bir gəlir. Bizim anladığımız bir tək olan ali şəxsiyyət, ali varlıq, ali şəxsiyyət daha doğrusu. Bu belə. Əli müəllim, narkomanlarla işləyirsiniz, narkomaniyadan əziyyət çəkən şəxslər. Biz necə iş? Orada mərhələbəli işləyirik. İlkin gələn hətta olur. Valideynləri gətirir, özü gəlir ki, doktor, mən bu bəladan çıxmaq istəyirəm. İkinci, bərpa müalicəsi hətta keçib sonra gələnlər də olur. Ya bərpa mərkəzi göndərə bilər, bir neçə dostlarımız, salam verdiyimiz insanlar var, onlar göndərə bilirlər. Ki, sonraki mərhələdə yəni istəmir orada davam etmək, ünsiyyətlər davam etmək istəmir, amma deyir ki, psixoterapevtə gedəsən. Və üçüncü, psixiatrlar, psixiatr narkoloqlar, məsələn, ilkin mərhələ dərman yazır. Dərmanla o, dərman əvəzedici terapiya lazımdır, bütün hamısına lazımdır. İnsan axı buradan həzz almağı öyrənibdir, daxili həzzi oradan götürür. Deməli, başqa dərmanla bunu bir müddət əvəz eləməlisən. Sadə məntiqdə bu. Dərman müalicəsindən bir 6 ay sonra bizə yollayırlar ki, həzdən qayıtmamağa biz kömək eləyə bilək. Onda amma bərpa mərkəzləri çox vacibdir. O üçbucaqdır, psixiatr, psixoterapevt və bərpa mərkəzi. İnsan niyə narkotik qəbul edir? Əvvəldə girişdə dedi yaxın. İnsan niyə musiqiyə qulaq asır Əminə xanım oxuyanda? Həzz alır da. Nəsə sirkəliyir, tərpədir onu. Yəni, ruhun materialı, bizim ruhi bilik konseptində bu var. Mental yoga baxışından çıxış eləmək istəyirəm, həm də psixoterapevt kimi deyirəm də, iki mövqeyin ikisi də üstə düşür. Ümumiyyətlə, məntiqi zid olan şeyi qəbul etmirəm və məntiqlə də, həm mental yoga biliklə də, ruhi biliklə də, ruhun materialı sevgidir, sevgi, sevginin həzzi. Sevginin həzzinin iki komponenti var, vüsal və hicran. Ayrılıqda həzz, birləşəndə həzz. Ayrılıqda həzz odur ki, birləşəcəksən, birləşəndə həzz odur ki, yəni həyəcan keçirirsən, o həyəcan və ayrılmaq qorxusu keçirirsən. Sevgi ruhi dünyada bu cür təzahür edir. Allah və ruh, bizim aramızda o cür eşq olur. Mən və o, subyekt və obyekt. Bu, əbədi dünyamız belədir. Düşürük ki, maddi dünyaya. Biz həmin o kayfı, həzzi telindən başlayırıq axtarmağa. Maddi dünyaya niyə düşürük? Bu ayrı bəsdir. Yəni, biz Allaha paxıllıq edib düşürük bura. Ali şəxsə paxıllıq edirik, biz də ali şəxs olmaq istəyirik. Onun da yanında mümkün deyil. Orada bir şəxs var.
Ona görə orada təslimiyətdə ola bilərsən. Bura gəlirik, burada Allahlıq iddiamız başlayır. Allahlıq iddianda ən böyüyü əbədi həzz almaq istəyir. Əvvəl dedim, həzzi düzgün yönətməyəndə maddə üzərindən həzz almağa başlayır gənclər və olur narkoman. Əmin xanım, nəsə belə ilkinə bir tər baxdınız ha. Niyə? Əlimin hansı sözsə deyəsən sizə xoşunuza gəlmədi, hə? Bəs dinləyib həzz ala başımı belə eləyəndə niyə görmürsünüz? Onu niyə demirsiniz? Onu gördüm sonra. Mən ümumiyyətlə 4 ildən də çoxdur ki, yoga ilə məşğulam. Bizim hətta İstanbulda Çetin dərs deyir, onun şəxsi tələbələri mənə burada çox dərs deyir. Yoganın hansı məktəbidir görürsən? Necə? Hansı məktəbidir yoganın? Anlamadım. Yoganın hansı məktəbidir? Mən individual gedirəm, yəni mən Biləm, o məktəb olmalı. Məsələn, yoga Aştanga yogadır, hatha yogadır. Aştanga yogadırsa, onun müəllimi parampara deyirlər yoga sistemində ona. Müəllimsiz yoga olmaz. YouTube-dan yoga öyrənmək. Əlbəttə, yox, YouTube-dan əlbəttə ki, yox. Mənim Ona öz görə doğrudur müəllimlərim ki, bir var. müəllimlə öyrənmisiniz. Bəli, təbii ki. Aştanga yoga, hatha yogadan başladım və keçdim. Aştanga yoga şivaizmdən gələn bir Şivaizm. şeydir. Patanjali'nin sistemidir. Patanjali deyə bir şivait olub, tarixdə yaşayır. Bəli. Və Yoga sizə kömək olur ümumiyyətlə əsəblərinizin sakitləşdirməyə? çox kömək olur. Mən sizdən sözüm, insanlar çox elə düşünür ki, yoga ilə məşğul olan insanlar çox sakit insanlardır. Amma yox, biz əksinə sakitçiliyi tapmaq üçün yogaya müraciət eləmişik. Əksəriyyətimiz də dəliyik, belə deyərdim. Və bir dənə bilim nə deyirsən, mən belə danışa bilmirəm. İlkin sual ver, buyur. Nəsə sual Ümumiyyətcə nə vadar elədi ki, səni meditasiyaya yönəldin? Yəni bu uşaqlıqdan gələn travmadır, yoxsa bu ruhani inkişafa səni nə vadar elədi? Cəmiyyətdən ayrılmaq, yoxsa özünü bərpa eləmək? Yox, bir dənə söz deyim də, mən hər zaman onsuz da axtarışda olmuşam. İstər musiqidə, istər mən musiqini öyrənəndən sonra Nəhəng Vaqif Gərəyzadənin illərlə də tələbəsi olandan sonra mən fikirləşdim ki, musiqi və söz vəhdət daşımalıdır. Çünki mən instrumentalistka deyiləm də, mən ifaçıyam. Mən ifa eləyirəmsə, bu gün mənim ustadlarım mənim üçün sənətkar deyirlərsə, bu ondan qaynaqlanır ki, mən sözü də öyrənmək istədim. Ki, məsəl üçün mənim işim ifaçılıqdır. Mən oxuyanda bilməliyəm ki, nəyi harda bölməliyəm, harda nəfəs almalıyam. Biraz rus diliyəm də, yəni hansı sloqda, как разделить и так далее, tam podobno. Həmçinin də öz sənətimdən əlavə özüm də bir axtarışda olmuşam axı. Biz bu ölkədə doğulmuşuq deyə, müsəlman ailəsində doğulmuşuq deyə bizim yalançı kimliyimiz bizə həmişə bizdə olanın digərlərindən ən gözəl olduğunu bizə yeridib. Ki biz doğulan kimi bizim əvəzimizə seçilən dinimiz, milliyyətimiz, adımız və s. və ilaxır. Bizdə olan ən gözəlidir kəlməsi ilə razılaşmadığım üçün mən biraz axtarışda oldum da. Bunun nə pislik, bu əksinə yaxşı bir şeydir. Və uzun illər axtarışda olandan sonra yogadan başladım məşğul olmağa, meditasiyalardan başladım məşğul olmağa və anladım ki, bir şey anladım. Əslində yoga din deyil də, yəni. Yoga din deyil, yoga idman növü deyil. Sadəcə olaraq yoganın mənə öyrətdiyi bir şey oldu ki, gün ərzində və yaxud həftə ərzində fərq eləməz, ən gözəl görüşlərdən biri mənim özümün özümlə olan görüşümdür. Özümün özümə, ruhuma, sağlamlığıma ayırdığım vaxtdır. Çünki biz həzz deyirik, amma həzz ayrıdır, xoşbəxtlik ayrıdır. Həzz əgər bədənə aiddirsə, xoşbəxtlik də ki, nə zaman ki, sən bir də görürsünüz, mən misal üçün ifa elədiyim mahnılar üçün deyirlər, olub da elə insanlar ki, biraz negativ mahnılardır ki, heç razı deyiləm. Sənin baxışın ola bilər buna belə olsun. Sən bildirin, sən baxışın elədir ki, sən mənim təqdim elədiyim musiqini negativ olaraq görürsən, amma əslində bu həqiqətdir mənim ifa elədiklərim. Və ona görə də mən işimdə də, peşəmdə də, həyatımda da daha çox hallarda çalışıram ki, ruhuma xidmət eləyim. Bir şey mənim ruhuma xidmət eləmirsə, mən ondan dərhal özümü azad edirəm. Və yaxud da ki, bayaq enerjidən danışdıq. Həmçinin enerji baxımından da maksimum dərəcədə evdə adi söhbətlər olanda mən deyirəm ki, dua eləyəndə sözlərinizin, kəlməsinin gücünə inanırsınız. Amma gün ərzində işlətdiyiniz sözlərə diqqət yetirməlisiniz ki, çünki bu da bir çağırışdır. Və gecə tezib və yaxud da ki, bir insan haqlı olsa belə görürsünüz ki, digərini lənətləyir. Amma o sənin ağzından çıxan sözləri öz qulağın da eşidir axı. Bu sənin öz taleyində də əksini yəni göstərə bilər axı. Ona görə postayan illər ərzində belə axtarışda ola, hələ ki yoga ilə məşğulam, meditasiya ilə məşğulam ola bilər. Neçə illərdən sonra fikrimi dəyişim, başqa bir fikir formalaşsın, amma hələ ki belə xoşbəxtəm. Xoşbəxtlik də bir həzdir.
Həzz deyəndə ancaq bədənsəl düşünməli deyil. Yəni bədənsəl mən düşünürəm ki, Bədənsəl həzz artıq o bizim 3 səviyyəmiz var. 7 çakranı 3 yerə bölə bilərik də. Biz çakradan, enerjidən danışırıq, yoqadan danışdıq. Yoqanın ümumiyyətlə 4 baza məktəbi var. Biri də onlardan sizin yol tutduğunuz Ashtanga yoqadır. Məsələn, Bhakti yoga var, Karma yoga var, Yana, yəni Jnana yoga var. 4 növ yoga var əslində. Və həzz deyəndə 3 səviyyə var insanda və bir də 4-cü öz həqiqi məni var. Həqiqi mən ruhi varlığımız. Ruhi varlığımız. Allahın üfürdüyü parçadır. Bu bir. Amma bədənsəl, bu bədənə girəndə biz 3 səviyyədə təzahür edirik. 7 çakra üzərindən. Aşağı cinsəl səviyyə, orta emosional səviyyə, yuxarı rasional səviyyə. Yəni dərrakə səviyyəmiz var, hisslərimiz var, bir də cinsəlliyimiz var. 3 səviyyəmiz var. Hər 3 səviyyədə həzz komponenti var. Yuxarıda intellektual həzz alan insanlar mı yoxdur? Yəni elmi kəşflərdən elə həzz alır ki, cinsi əlaqə istəmir. İnsanı daha yüksək həzz formalarına yönəltmək lazımdır. Mən onu düz deyirəm. Sonra emosional həzz var da. Emosional musiqidən aldığımız həzz, emosiya, yaddaş, doğmalığı, uşaqlığım yadıma salır, hansısa sevgimi yadıma salır və s. Emosiyalarımı oyatdı. Bu da emosional həzz. Bir də cinsəl həzz. Yəni həzzin hamısı ruhun aldığı həzzdir. Amma müxtəlif bədənsəl səviyyələrdən alır. Bir də var birbaşa özü həzz içində olmaq. O böyük xoşbəxtlik, böyük şairlərdən gələn o bayaq verilişdən qabaq qısaca onu dedik. Deyir, öyle sərməstəm ki, öyle sərməstəm ki, idrak etməzəm dünya nədir. Mən kiməm, saqi olan kimdir, meyu səhbanədir. Yəni bu artıq o ruhun özündə aldığı həzzdir. O şurada var, deyir, любовь это не взаимоотношения, любовь это состояние души. Yəni sevgi qarşılıqlı münasibətlər deyil, sevgi ruhun halıdır. Mən də öz tərəfimdən onu özüm üçün kəşf edirəm, ruhun materialı ilə sevgidir. Ona mən həzz deyirəm. Yəni həzzin formatını təhlil etsək müxtəlif formatları var. Özüm elə həzzdən ibarətəm. Mənim qıraqdan həzz almağa ehtiyacım yoxdur. Mən buna bax, bu insanın gəldiyi nəhayətdə kamillik bu olmalıdır. Kənardan həzz almağa ehtiyacı olmamaq səviyyəsi var. Amma bu da çox üzr istəyirəm. Bu da ancaq anı yaşaya bilən insanlara aiddir də bu söz. An yaşamaq böyük bir tordur düşmüşük uşaqlar. Çünki keçmişdə qala-qala sən bu bir dəqiqə, üzr istəyirəm bunu deyəcəm. Bəli, gözəl fikirdir. Emosiyalar bu anda olmalıdır. Bəli. Amma yaddaşında olmalıdır ki, biz erməni ilə müharibə eləmişik. Bizim gələcəkdə planımız olmalıdır ki, nəsə özümüzə iqtisadi rifah düzəldəcəyik, 3 manat, 5 manat, necə eləyim 1 manat, 2 manat olsun. Bunlar dünyanın amma bundan biz instrument kimi istifadə edirik. Bəli, amma nəhayətdə düz deyirsiniz. Emosiyalarla burada olmalıyıq. Burada və burada, bunun içində burada yox özdə. O Quran deyir İnnallahı mə'ana. Allah elə burdadır. Mənada olmalıyıq, mənada olmalıyıq. Mənada. Amma o demək deyil ki, mən başım keçmişi düşünməsin, gələcəkdən xəbər olmasın. Emosiyalarla burada olmalıyıq. Ona görə bəzən mindfulness ad belə müasir belə cərəyanlar var, düşüncələr var. Bir dənə düşüncə odur ki, ali şəxsi tapmaq və onunla sevgi münasibətinə başlamaqdır. Ali şəxslə ünsiyyət, ali şəxs dediyim ruhların ali sahibidir. Ərəbcə Allah deyə bilərsiniz. Yaradan. Məsələn, ona ruh kimi baxmıram. Ali canlı materiya növü kimi baxıram. Mən onun material zərrəsiyəm. Həqiqi materiya bu deyir ki, bu enerji formatıdır. Həqiqi materiya Allahın o canlı o materialıdır. Canlıdır. Yəni gerçəklikdir ki, mən onunla ünsiyyət. Bu dəqiqə mən sizin ünsiyyətdə deyiləm ki, əslində. Mən onunla ünsiyyətdəyəm. Parçalardır da onun. Parçalardır, bəli, eynən. Ya bu şəkildə baxanda sənin narkotikə ehtiyacın qalmış. Düzdür, buna hər kəs gəlib buna çatacaqmı? Xeyr. Amma buna ən azı həvəs oyatmaq lazımdır. Bax, mən özümdə həzdəyəm, kayfdayam deyə öyrətmək lazım. Bu kayf üçün mən damarıma maddə daxil etməyə ehtiyacım yoxdur. Belə Sumqayıtda bir söz var, kayfın yarısı məndə olaydı, qaqaş deyə bilməm. Mən Sumqayıtda böyümüşəm, yaxşı bir söz idi. Onda qoy o yeniyetmə səndəki kayfın heç olmasa yarısını istəsin. Hansı həzzin? Kayf deyəndə həzz mən. Hansı həzzin? O həzzin ki, içimdən gəlir, ona dərmana ehtiyac yoxdur. O həzz mənim ağlımı işlədəcək, söndürməyəcək ağlımı. Ağlım oyaq olacaq. O həzz mənim cinsi həvəsimi artıracaq, söndürməyəcək. Amma qıraqdan aldığım maddə cinsi həvəsini də öldürür, ağlımı da öldürür. Sən oyaq və rahat ola bilmirsən. Amma bir müddətdən sonra elə bir mərtəbəyə, indi düzdür, siz bu işin mütəxəssisiniz, sadəcə bir şey bilirəmsə, çox şey də bilmədiyimdən də soruşuram. Bir müddətdən sonra elə bir mərtəbəyə gəlib ucalırsan ki, irfanın mərtəbəsinə də, yəni bir sonradan sonra sən o həzzi də istəmirsən axı, cinsəl həzzi də istəmirsən axı. O qədər ilahi varoluşda yox olursan ki. Tamam, bilirsiniz, düz deyirsiniz də. Mən dedim ki, sadəcə bu həzzin olanda cinsi əlaqədən imtina etmirsən. İstəmirsən ayrı şeydir, imtina etmirsən ayrı şeydir. Bəlkə səninlə kontaktda, məsələn, mənimlə kontaktda kimsə cinsi həzzi var, bir yarım yoldaşım var, bir yol gedirik.
Cinsi həzz də bir mübadilə formatıdır. Onsuz da niyə xətt çəkməliyik ki? Böyük kişilər, böyük şəxsiyyətlər xətt çəkməyib. Deyib ki, müəyyən yaşa qədər bunun da halaldır, bunun da razılığı var. Amma alüdəsi olmursan, bilirsən ki, bu sənin ruhun həzzidir. Orqanınla aldığın həzz deyil. Nə ağlınla, nə cinsi orqanınla, nə emosional, o ürək dediyimiz anahata çakra ilə. Yəni, mən özüm özlüyümdə həzzəmsə, həzzi almıram, verirəm. Yəni, bunun fərqini tuta bilirəm. Kabbalada da bu var. Həzz almaq deyil, həzzi vermək ən böyük həzdir. Həzzi vermək ən böyük həzdir, yəni. Sən ruhi varlıq olduğun ancaq onda göstərəsən, kiməsə həzz verəcəksən. Xidmət eləmək. Mən bu reabilitasiya müəyyən mərhələdən sonra həzz vermək istəyirsən, həzz almaq yox. bu reabilitasiya mərkəzlərinin çoxunda oluram. Niyə həzzdən danışır? Bir söhbət narkomaniya gəlib çıxacaq və ya oradan çıxır deyə. Bunu mütləq toxunmağa borc bildim. Bəli, düz elədiniz. Mən bir çox reabilitasiya mərkəzlərində olam və orada tez-tez görürəm bu yoga ilə məşğul müalicə alan xəstələr yoga ilə məşğul olurlar orada. Bu yoga sağalmada nə dərəcədə kömək olur? Bayaq göz xanıma sual verməm, bəlkə bəyəfəndi deyəcək reabilitasiya mərkəzindən. Fikrinizi deyin, bəlkə sizin bu barədə fikriniz var. Anar olur da sizdə qızlara, Ümumiyyətlə narkotik vasitə insanın düşüncələrində, ruh halında, orqanizmdə deformasiya yaradır. Bu yoga dərsləri var, biz dəvət edirik. Xanımlar gəlir, xüsusi bizdə yoga dərsləri keçir. O yoga dərslərində müəyyən meditasiya mahnılar qoyur. Meditasiyalar sağalmada dəstək olur da. Başlayır insan, əslində mən ona necə baxıram, indi özüm üçün belə bir analiz eləmişəm. Biz səhər, yəni həyatımız nədən ibarətdir? Yeməklə, yəni geyməklə biz kainatdan nələr salırıq da. Amma bu yaradılış var da kainat. Biz bundan vəhdət bir halda yəni nəsə verməliyik, elə hər şeyi almaqla, yeməklə deyil də. Amma sən yoga ilə, ya meditasiya ilə, yəni onunla əlaqə olanda sən elə bir kainata da əlaqə yaratsan, yəni o səslərə qulaq asırsan. Məsələn, bizim özümüz 20-ci əsrin bir bəlasıdır. Gözəl fikirlərdir, amma olarsa bir fikir deyim, öz başa düşdüyüm. Yəni yalançı təvəzzükarlıqdan da uzaq durmağa çalışırıq həmişə. Çünki demək, bildiyini deməlisən, bilmədiyini deməməlisən. Dəqiq bildiyini deməlisən. Mən dəqiq bildiyim, başa düşdüyüm bir şey var. Tora düşmüşük. Təkcə maddi dünya toruna yox ha. Özümüzü bədən hesab etməyimiz bir qələt, bir qəbahətdir. Bu bədən özümüzü bu hesab edirik. Bu bir qəbət. Üstə gəl, bundan çıxmaq istəyənlər ki var, axtaranlar. Onları da bu dəfə impersonalistlər tutur. Impersonalizm nədir? Bilmək istəyirsinizsə, persona şəxsiyyət deməkdir. Impersonalist Allahı şəxs kimi görməyənlərdir. Allahı bir qüvvə kimi görənlər. Kainat söz işlətdiniz. Kainat kimdir ki? Rəsmdir. Rəssam deyil kainat. Rəssamı görməmək qəbul. Sizin üçün demirəm. Sizin də yoga mütəxəssisi olar kainatla birləşək. Heç bir yoga mütəxəssisi, heç bir yogin ya qadın kainatla birləşmir. Yoga Allaha bağ tapmaq deməkdir. Yoga bağlanmaq deməkdir. Öz Allah niyə vurğulayıram? Allah deməyək, yaxşı, ali şəxs deyək. yaradılır. Dini mövzu kimi görünməsin. Sazlar. O proqramı yaradıb, ruhlarımız yaratmayıb əslində. Yoganın bütün məktəblərini hinduizmə söykənir, bayaq dediniz din deyil, yoga dindən çıxıbdır. İndi siz din kimi baxmaya bilirsiniz, amma dindən çıxıb yoga. Mən çox üzr istəyirəm, mən niyə görə dedim din deyil? Çünki mənim İslam dinini təbliğ edən bir çox dostlarım var, xristianstvada da var. Bu adamları yoga sözünü eşidən kimi qorxurlar. Daş atıb başlarını tuturlar. Dinə zidd bir şeydir. Mən ona görə bunu dönə-dönə Mən dindar adam ki, deyiləm, üzr istəyirəm, onu istəyirəm çatdıram. mən ona görə dönə-dönə vurğulayıram ki, sən İslamda ola da yoga ilə məşğul ola bilərsən, xristianstvada da ola. Yoganın bir növü ilə, yoganın çıxan bir məktəbin bir qolu ilə yalnız. Amma yoganı tam anlamaq istəyirsənsə, sən hinduizm fəlsəfəsini bilməlisən. Sən deyəndə mən hamımız. Əminə xanımla bayaq az öncə elə çəkdən qabaq dedim. Əminə xanım tatuları var əlində. İstərdim tatu mədəniyyəti də bir başqa mədəniyyətdir. Əminə xanım deyir ki, tatu elə bir şeydir ki, mən onu çox adamlardan istəmişəm. Bir dənə tatu döydürəndə bədənə artıq ikincini istəyirsən. Bu da bir asıllıq növü kimidir. Baxın, tatu nədir? Tatu biraz deyəcəm, bizə doktor hər şey burada psixologiya bağlayacaq. Psixologiya zaten həyatımız. Tatu autoagressiyadır. Autoagressiyanın bir növüdür. Autofleksiya deyirlər türkəşlər terapevtlər, onun bir növüdür. Daxili. İfadə etmənin bir növüdür da, özünü ifadə etmənin bir növüdür. Yəni kiməsə qarşı elədiyimi özümə yönəldirəm və dərimdə ifadə edirəm. Tatuaj, mən tatuajın silinən tatuajın tərəfdarıyam. Məsələn, bu gün bura bir xanım Məmməd yazıbsa, sabah Kamil yaza bilsin, dəyişdi, pozub yox. Baxın, bir dənə yaxınlaşdıraq qardaş kamera ilə. Tatuaj silinən olsa yaxşıdır, dəriyə ziyandır, ona görə deyirəm. Əminə xanımın əlindəki o xarı bülbül
tatusu, döyməsi görünür. Və bir də belə tutun Əminə xanım, belə. Belə yox, belə. Aha, bir də canavar. İndi bülbülü yeməyəcək canavar yoxsa necə? Ya sakin. Hə, nəzarətdədirsə, hə. Nəzarət. Əminə xanım deyir ki, Əminə xanım istərdim siz deyərsiniz ki, ailəm buna qarşı olmasaydı bütün bədənimi tatu elətdirərdim dediniz. La bütün də yox, amma yəni ki, çox eləyərdim. Yəni, Sevirsiniz də tatunu? Bəyənirəm, çox sevirəm. Baxın, mən rus sektorunu bitirən qızam, ingilis dilində səlis danışa bilən adamam. Bunu heç vaxt bağlamayın o şeyə ki, yalnız bizim var axı cəmiyyətdə elə düşünən insanlar ki, yalnız küçə tərbiyəsi görən adam tatu eləyər və Doğru deyil, əlbəttə, doğru fikir çox deyil. insanlar Doğru əksər fikirdir. Deyil. deyil, əlbəttə ki, deyildi. Çünki Sovetdə məsələn özüm kriminal dünyadaydı tatuaj. Doğru fikirlər deyil. hə, yəni amma ki onu demək istəyirəm ki, yəni bu heç əlaqəsi yoxdur da. Sadəcə olaraq bu bir seçimdir. Şuuraltı nə ilə bağlıdır bilmirəm, bunun dərinliyinə getməmişəm. Amma mən yəni tatunu çox sevirəm. Amma silinən tatudur və yaxud deyil, 8 ildir hər dəfə qarşılıqlı papamla oturub yemək yeyəndə atam mənə o sualı verir. Ki silinən tatudur ya yox, deyirəm ki, silinən tatu. Amma tatu döydürmək pisdir yoxsa yaxşıdır? Hansı nöqteyi nəzərdən, dəyərli qardaşım? Fərqi yoxdur. Yəni tibbi nöqteyi nəzərdən bu da ayrı Tibbi baxış. yox, tibbi təbii ki, tibbi. Özünü ifadə nöqteyi nəzərdən yeni nəslin içində çox gözəl bir şey sayılır məsələn. Mənim həkim baxış bucağım odur ki, eləməsəm daha yaxşıdır. Özümə bunu etsəm də tutaq ki, hansı simvolu yapışdıraram aramasa, ondan sonra məsəl üçün taxılar taxaram simvolik olaraq. Amma öz mövqeyimdir. Qətiyyən tənqid fikrində deyiləm. Sadəcə bütün bədən tatu etməyin əleyhinəyəm, qəti əleyhinəyəm. Çünki tatuaj nədir? Orada mürəkkəb, çirnilə deyir ruslar, mürəkkəb dərinin içində qalır və onun ətrafına şey yığışır. Nədir? İmmunitet faktorları. Və ömrü boyu sən elə bir yad cisim gəzdirirsən üstündə və ömrü boyu immunitet qıcıqlı olur, oyanıq olur. Və bu oyanıq qıcıqlı immunitet səni başqa bir oynatsa bilər. Autoimmun xəstəliklər törədə bilər, mənim fikrimdir. Və başqa xəstəliklər həmçinin. Əminə xanım, bir sual verim, sizin fikriniz maraqlıdır. Gənclər öz yolunu tapmaq üçün nədən başlamalıdır? Bayaq doktorumuz da dedi, özünü tanımaq məsələsi bu son vaxtlar daha çox kişilərin arasında var da, özünü tanıyan oğlan, özünü tanıyan kişi. Amma əslində bu tamam başqa bir mənada istifadə olunur bu söz ki, bayaq sual verdiniz ki, niyə yoqadan başladım məşğul olmağa? Yəqin ki, özümü tapmaq üçün, özümü daha dərindən tanımaq üçün. Ən birinci mən düşünərdim ki, özləri ilə tanış olsunlar və daha çox da bütün problemlər düşüncədən gəlir. Nə qədər ki, çox düşünürsən, bir o qədər də çox. Çünki bir hərəkət etməmişdən öncə sən bunu düşünürsən, planlaşdırırsan, sonra onu həyata keçirdirsən. Və çox düşünən insanların da mən düşünürəm ki, qəlbi daşlaşır. Çünki ancaq əql o qədər çalışır ki, zehin o qədər çalışır ki, biz əqlimizdən, beynimizdən, zehnimizdən istifadə edə bilərik. Yalnız bizə lazım olan anlarda. Mən misal üçün bugün filan verilişdə sizin verilişinizə gəldim. Gecikməmədən ötürü təbii ki, mən beynimi işlətdim ki, neçədə çıxmalıyam, tıxacda qalmamalıyam və s. və ilaxır. Amma normal günlük həyatımda və ümumiyyətlə də yaradanla da rabitə bağlayanda mən daha çox biraz düşüncələri kənara qoymaq istəyirəm. Çünki yaradanın tək dili var, sükutdur düşünürəm. Qalan da nə varsa boş tərcümədir. Ona görə daha çox sükutda qalıb özlərinə tanış olsalar, daha çox ruhuna xidmət eləməyə üstünlük versələr, mənə elə gəlir ki, zamanla hər şey öz yoluna düşəcək. Bu mənim yanaşmamdır, yəni. Ətrafınızda bəs olub bu narkomaniyadan əziyyət çəkən insanlar? Çox yaxın ətrafımda. Olubsa onlara necə yanaşmısınız? Uzaqlaşmısınız yoxsa necə? Yox, mən sizə bir dənə söz deyim. Ümumiyyətlə bizim cəmiyyətdə əksər insanların problemi qınamaqdır, yargılamaqdır. Mən başqa cür günah eləyirəm, amma sizdə başqa günahı görsəm, sizi daha tez yargılayacağam. Nə var ki, yox, hökmən ki, sən başqa günah eləyirsən, axı gəl mənim günahımı təkrarla, sənin günahımı yargılayıram. İlk növbədə qınamamalısan heç kimi, heç nəyinə görə. Çünki bir söz deyim, onu o imtahan qarşısında ki, o uduzub, narkoman da hal-hazırda, düzdür? Ona o imtahanı uduzduran nəfsdən səndə də var da. Sadəcə sən hələ o imtahan qarşısında qalmalısan. Qalsaydın, nə bilirsən sən buradan keçər? Filankəs oğurluq elədi, sən o imtahanın qarşısında qalmalısan.
Qalsaydın nə bilirsən oğurluq eləyərdin, eləməzdin. Filankəsi qətlə yetirdi. Qalmamısan o nəfsinin imtahanının qarşısında. Qalsaydın ona udardın, nə bilirsən. Ona görə kimsə kimsəni qınamasın. Bəli, ətrafımda olub. Bayaq verilişdən öncə sizinlə danışdım, əslində demək istəmədim. Amma mənim də çox yaxın bir dostum var idi, şair idi. Adını çəkməyəcəm qəti şəkildə. Dünyasında dəyişib neçə illərdir artıq. Amma ailəsinə hələ də get-gəlin var. Mən misal üçün o narkomaniyadan əziyyət çəkirdim. Amma bir şey var da, sağalmaq istəyən insan var, sağalmaq istəməyən insan var. Ha sən özünü öldür, ha ona təklif elə, ha apar həkim yanına. Yenə də bu nəticə vermirsə və özü də bunu istəmirsə, artıq sənə yalnız onun yanında qalıb onun dərdinə şərik olmaq düşür. Qəti şəkildə uzaqlaşmamışam, uzaqlaşma fikrim də yoxdur. Onu deyirəm ki, bizim problemimiz ondan ibarət ki, misal üçün filankəsin oğlu narkomaniya qursanıb, ondan çalış, uzaq gəz. Mən anlayıram, indi valideyn də istəmir, qorxur ki, uşağı da birdən qursalar. Amma daha çox kömək eləməkdənsə, daha çox neyi bacarıram və yaxud bacarmıram, nə olsun başqa birinin evladıdır o. Daha çox bizdə yargılamaq var. Filankəsin oğlunu gördün, narkotika qurşandı, filankəsi gördün, filan şey elədi. Ancaq bunu danışmaq, yargılamaq. Sonra da deyirlər ki, oturduqlar, mən kimə nə eləmişdim ki, belə bir bəla gəldi başıma. Sənin ağzından çıxan kəlmələr ümumiyyətlə eşidirsən. Və yaxud son zamanlar sosial şəbəkələrdə hamı qınayır, hamı. Bir söz deyəcəm, İraq yaxşılardan. Hamı hər şey eləyir, İraq yaxşılardan. Hamı da hər şeyə pis baxır. Bu narkomaniyadan Əli sağalmağın yolları sizə hansı yollardır? Birinci, bu insan özü bunu istəməlidir və son. Yolu birin başlanğıcı budur. Mən istəməliyəm. Hansı narkoman istəyərik? 10 dənədən 9-u istəmir. Kayfdır, həzz. Başa düşürəm. O həzz deyil, o ağrısı da var axı onun. Mən onu izah eləməyə çalışdım bayaq. Bədənin özünün daxilində həzz potensialı var, endorfinlər var, özünün daxili narkotik var. Bədənimizin daxili narkotik var. Xaricdən onu bədən daxilində istehsal etmir. Ona görə xaricdəki narkotik maddədən asılı düşürük biz. Daxili narkotiki bilmir, xaricdən alır və daxildə məhv olur. Ala bilməyəndə ağrı çəkir, əzab çəkir. O zülm quyusudur, o şey həzz deyil ki. Mən də əsl həzzi tapmaq ona görə deyirdim. Yəni o insan narkotik asılılıqdan, bu maddə asıllığında asılılıqdan qutara bilər ki, özü buna niyyət, ən azı niyyət olsun. Bataqlıqda batıram mən. Məni xilas edin deməsəm, məni xilas etməyəcəklər. Kömək istəməlidir. Özü kömək. Qohumları nə qədər kömək istəsə də özü istəməyincə, anlamayınca, amma bütün qohumlarından küsmüş bir yeniyetmə fikirləşin. Tüpürüb atasına da, anasına da kobud mənada, mənəvi. Qaçıb evdən, tüpürüb hər şeyə, həyatına tüpürüb. Onu axı geri qaytarmağın məntiqi yeri özündə görmür. Hara qayıdacam deyir. Baxın, bərpa mərkəzlərinin gözəl qurulan, yaxşı qurulan bərpa mərkəzləri rolu buradadır. Özünə həmdərdlər tapa bilir. Ona görə bugün dünyada, maraqlı bir fakt deyim sizə, qrup terapiyası, yəni bərpa mərkəzi üsulu yeganə doğru üsuldur ki, narkotik alüdəsini son mərhələdə çıxarda bilir və sonradan ona ev kimi, ev rolunu oynaya bilir. Atamdan, anamdan küsmüşəm. Onları bağışlaya bilmirəm. Gedəcəyim yer hansısa bir bərpa mərkəzi olmalıdır. Əgər orada onu döymürlərsə, söymürlərsə, elə mərkəzlərdə işlədikdə biz arada. Yəni orada o doğmalıq tapırsa, yoga müəllim filankəs xanım gələcək. O da gözəl bir insandır, məsələn, bir gözəl xoş söz deyə bilirsə, bir mənəvi ana hökmünə keçir. Misal üçün dedim bunu. Bir psixoloq gələcək bizə filan vaxt söhbətə. Mənəvi ata hökmündədir. Atan ananı oradan tapırsa, birgə bayram, ocaq qalırlar 20 martı, Novruz bayramında. Yəni bu mühit onu qaytara bilər. Ki mən getdim, baxıram bunların yanında durmaqdansa, gedim filan yerdə yenə 3 ay, 6 ay orada da ünsiyyət saxlayır. Yəni onlara doğmalıq evi yaradacaq reabilitasiya mərkəzləri mən 100% Çoxsunun da girişində yazılır. Evinə xoş gəldin. Bəli, dünya praktikası da bunu deyir. Bu təkcə Azərbaycanın faktoru deyil. Düzdür, bizdə bunu hər şey bizdə bəzən su istifadə edib bir bayaqlaşdıra bilirlər, təəssüf ki. Təkcə bizdə yox, hər yerdə belədir. Amma xoş o insanın halına ki, belə bir mərkəz aça bilib və orada o sevgini qura bilib. Xoş o insanın halına böyük savab. Orada maliyyə qazanmış olsa da savab qazanır. Savabı da maliyyədən üstündür. Anar müəllim elə həmin yerli insanlardan savab maliyyədən üstündür. Nə qədər bax burada gördüyünüz şəxslər var ha, onlar pulsuz şəkildə Allah razı olsun. Görmədiyimiz insanlar da var, pulsuz maliyyə. Xüsusilə xanımlar olanda bu ürək ağrıcı bir şeydir həqiqətən. Heç sən Çox bir də məsələsi mövzunu nə demək istədim? Bizdə necədir? Cəmiyyət olaraq əgər biz kömək eləyə bilmiriksə, narkomaniyaya, narkomanlar kömək başlayırıq yargılamağa. Bəli. Biz hardasa reabilitasiya mərkəzi götürürük, icarə yansı villaşıb, qonşular yığılırlar, polisə şikayət edirlər, ay narkoman belə gəl. Çox çətindir. Yəni bizim sahə, mən çox vaxt deyirəm ki, biz
qəlbini, yəni şeytana satmış insanlardır. Narkomaniya istifadə edirсənsə, sən nəfsivə sahib çıxarmırsan. Hansı biz əgər burada bir şeytanın da rolu var ki, qonşular da bizə qarşı Yox, elə əsl yönəlir. şeytanlıq oradan çıxır. Maraqlı. Mən gördüyüm narkotik istifadəçilər, narkoman sözü çox da sevmirəm. Narkotik asıllısı olan insanların gördüyüm maddə sayısından 10-dan 7-si yüksək intellekt sahibidir. 10-dan 7-si yüksək sevgi, insanlara küçədə az pişik qoymayıb pişiyə yemək verən insanlar olublar. Atın araşdırın, axtarın, özünüz çox yüksək tapmışlar. Ondan 7-si bomba oğlanlar olub. Yaxşı insanlar olub həqiqətən də. O cür cəmiyyət bizə dəstək. Onlardan qaçmaq yox. Bəli, narkotik istifadəçisi kritik halında adam öldürə bilərmi? Öldürə bilər. O ayrıdır. Amma onun da çox nadir hekayələrdir axı. Gəlin bunu da belə çox nadir hekayələrdir bunlar. Ona görə düz deyirsiniz. Yəni onlara biz addım atmalıyıq, düşünməliyik, dəstək olmalıyıq. Anar müəllim mən də öz adından əgər həqiqətən sevgi evini yarada bilibsə ki, inşallah qonaq olub baxarıq da, görərik də. Onda ona Baxarıq, görərik, yəni bir yerdə qonağımız olar, siz gedərik, mən həqiqətən o insanlarla bir söhbətləşək. psixiatriya klinikalarında ünsiyyəti xoşlayıram o insanlar, yəni maraqdan dolayı da deyil ha, insan taleyini müşahidə məsələsidir. Bir də bu insanlarla sizi mən o görə izləyirəm. Allah canınızı sağ eləsin. Çox sağ olun. Vaxtımız artıq azaldı. Son sağollaşmalıyıq. Kartımız qutarır, şarj bitir. Ona görə sizə təşəkkür edirəm, minnətdaram. Qızıldan qiymətli vaxtınızı ayırdınız. Əminə xanım, sizə çox-çox Mən təşəkkür təşəkkür edirəm. edirəm, çox sağ olun. Bilirəm, çoxdur gedəsi yerləriniz. Ona görə üzr istəyirəm təşəkkür edirəm, çox sağ olun, Əlim, estağfurullah, sizdən üzr çox sağ olun. istəyirik. Yox, estağfurullah. Bir dənə xahiş edirəm. Mən həqiqətən ürəkdən deyirəm. Mən bura həvəsdən gəlmişəm. Bilirəm, yenə də bizdə valla Bu cavan oğlan ki dəvət edib sizin Bəli. İlkin müəllim. Bəli. Mən onun o həssasiyyətini, ruhaniyyətini bilirəm və həvəslə gəlmişəm. Üstəgəl siz demişəm və yenə həvəslə. Amma bir də belə elə söz deyə dalı var da kimdən. Amma deyilən sağlığa. çox sağ olun, sağ olun. Sağ olun, Əziz izləyicilər. təşəkkür Növbəti sözün dozasında görüşmək ümidi ilə. Sözün dozası, sözün dozası, sözün dozası.